Bakının Sabunçu rayonunda 32 yaşlı oğlan atasına xəsarət yetirməkdə ittiham edilib. Hadisə ötən ilin oktyabrın 10-da rayonun Zabrat qəsəbəsi Mehdiyev küçəsində baş verib. Yevlax rayon sakini 1994-cü il təvəllüdlü Zahid həmin gün saat 22 radələrində həmin küçədə yerləşən nömrəsiz fərdi evdə olan zaman atası Zakirlə mübahisə edib. Bu zaman ata oğluna musiqiyə yüksək səslə qulaq asdığı üçün irad bildirib, bundan hiddətlənən oğul atasının barmağını vurub, alın və ağız nahiyəsinə yumruq zərbələri indirib. Zahidin barəsində Cinayət Məcəlləsinin 127.2.2 qusamansızlıqla, o cümlədən zərər çəkinə ağır iztirabları verməklə və ya sifadişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və bildirib ki, həmin gün musiqiyə görə mübahisə baş verib. Atam musiqiyə yüksək səs verdiyimə görə məni vurmaq istədi. Mənə cırmaq atdı. Mənim boynum, boğazım, hər yerimə cırmaq vurdu. Mən şikayət etmədim. Qardaşım da anam ilə birləşərək məni döydü. Atamın əlindən tutaraq özümdən asılı olmayaraq sıxdım, başqa heç bir xəsarət yetirməmişəm. Digər xəsarətləri mən yetirməmişəm. Atam özünü döyür, güya onlara əzab-əziyyət verirəm deyə məni tutturmaq istəyirlər. İstədiyim bir xanım var, deyirəm onu alsınlar. Amma almadılar. Həmin xanım Rusiyada yaşayır deyə o ifadəsində göstərib. Zərər çəkmiş Zakirin sözlərinə görə Zahid ona, qardaşına və anasına əl qaldırır. Oğlum məni vurub, dişləyib, başıma divara çırpıb. Onun keyfi belə istəyir, ona görə vurur. Tez-tez aramızda mübahisələrimiz olub. Oğluma ev alaraq vermişəm, maşın almışam. Mübahisənin səbəbi Zahidə aldığım ev mənim adıma olmasıdır. Mübahisə yaradıb ki, evi satsın, Rusiyaya getsin. Ona 2 dəfə maşın almışam, dəyər dəyməzinə satıb. Maşını satanda da məni döyüb deyə o ifadəsində göstərib. Zərər çəkmiş deyib ki, xərçəng xəstəsidir, danışığını itirib, halı yoxdur. Həmin gün Zahid musiqiyə xod verdi. Dedim ki, səsini alsın, almadı. Məni nalayiq sözlərlə söydü, sonra da vurdu deyə o ifadəsində göstərib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Zahid 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bundan başqa Bakının Sabunçu rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib, hadisə rayonun Məşdağa qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Ağdam rayon sakini Nəcəf bircə yaşadıkları evin qonaq otağında həyat yoldaşı Vüsalə ilə mübahisə edib. Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən masanın üzərindən olan şüşə stəkanı götürüb və arvadına tərəf atıb. Şüşə stəkanın sınması nəticəsində qadın sol baldır nahiyəsindən xəsarət alıb. Faktla bağlı Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərər çəkmiş ifadəsində təqsirli şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödənildiyini bildirib. O təqsirlənən şəxsə qarşı şikayətinin olmadığını deyib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirlənən şəxs barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bakının Xəzər rayonunda 55 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib, hadisə rayonun Xaşaxuna bağları massivində baş verib. Ucar rayon sakini 1971-ci il təvəllüdlü Eldar bircə yaşadıkları evdə arvadı İlhamə ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü stəkanı arvadının bel nahiyəsinə bir dəfə vurub,
ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirlənən şəxs zərərçəkənlə barışıq əldə edib, zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlənən şəxsin barəsində ittiham edici hökm çıxarmayıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirlənən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.